Hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 3-cü mövzusu olan ev heyvanlarına qulluq texnologiyasının izahını verəcəm. Ev heyvanları dedikdə biz bundan əvvəlki dərsliklərimizdə öyrəndik ki, ev heyvanlarına məsələn quşçuluqda quşçuluq necə artılması, onlardan necə gəlir əldə oluna bilər, onları necə bəsləmək lazımdır. Bax, bu texnologiyanı öyrənmişdik. Artıq bugünkü mövzumuzda biz ev heyvanları dedikdə, yəni belə deyək ki, bu biraz iri buynuzlu heyvanların necə saxlamaq, necə artırmaq olar. Bax, bunlar haqqında yəni bu texnologiyanı öyrənəcəyik. Ümumiyyətcə, yəni şəxsi kimin ki şəxsi belə deyək evi var və yaxud da kənd yerində yaşayır, özünə məxsus həyat sahəsi varsa, yəni təkcə quşları deyil, həmçinin də ev heyvanlarının bəslənməsi, çoxaldılması ilə məşğul ola bilər. Yəni istər bununla belə deyək ki, öz şəxsi belə deyək qidalanmaq üçün, şəxsi belə deyək sahibkarlıq məqsədi ilə deyil də, yəni şəxsi belə deyək ailəsini saxlamaq üçün də saxlaya bilər. Həmçinin də belə deyək böyük, yəni bunu bir sahibkarlıq kimi də bu işlə məşğul olub, bundan gəlir də əldə edə bilər. Və bu cür belə deyək ki, həmçinin də belə deyək bazar iqtisadiyyatını bizdə burada deyir ki, bazar iqtisadiyyatının əsas qanunlarından biri hər hansı bir mala və yaxud da məhsula ehtiyac artırsa, deməli onun qiyməti də qalxır və həmin bu sahə ilə məşğul olmaq bizə böyük gəlir əldə etdirə bilər. Ümumiyyətcə insanlar belə deyək ki, kənd təsərrüfatı belə deyək heyvanların saxlanmasında iki məqsədlə istifadə olunur. Bir, yeyinti məhsulları üçün, bir də var ki, istehlak çıxarmalı üçün. Necə ki, biz bundan əvvəlki dərsimizdə quşçuluqda öyrənmişdik ki, quşçuluqda quşların ətindən, tükündən, belə deyək, peynindən, toyuqların yumurtasından istifadə edirdik. Həmçinin də, bax, bu ev heyvanları dedikdə, yəni məsəlçi qoyunun, qoyunun məsəlçi həm ətindən, südündən, yağından, bunlardan yeyinti məhsulu kimi istifadə edirik. Bizdə var ki, istehlak malları kimi bunun yunudur, zot tüküdür, dərisidir, sümüyüdür. Bilirik ki, bax, yəni bu heç bir hissəsi tullantı kimi istifadə olunmur da. Müəyyən, yəni istehlak olunaraq həmin bu yunu, tükü, yəni zot tükü, dərisi, sümüyü də müəyyən sahələrdə istifadə olunur. Ona görə müəllimlər, əgər sualda düşsə ki, məsəl ki, qoyunun yeyinti məhsulları, qoyundan alınan yeyinti məhsulları hansılardır? Onda biz götürürük ət, süd, yağ, bax bunlardır. Amma düşsə ki, bizə məsəl ki, kənd təsərrüfatı heyvanlarının saxlanılmasından əldə olunan istehlak xammalı nələrdir?